yalan bütün günahların açarıdır. Yəni yalan belə bir şeydir ki, əvvəlin başladığın, onun binasını özün qurursan, özün düzəltirsən. Amma fəsadı belə olur ki, indi bezdin də istəyirsən ki, gəl bunu düzəldim. Əvvəldən əyri qoymusan, o qədər işlər qarışıb bir-birinə ki, hə, istəyirsən bu yalanı düzəldirsən, məcbursan, o biri yalanı danışasan ki, bunu ört bastır eləyəsən. Hələ gedir, əyri düzəlmək də çətinləşir. Yaxşı, qeybət. Quran-ı Kərim təşbih verir də, ölən qardaşın ətin yemək. Ölən nədir? Qeybətdir, qeybdir. Yoxdur, burada yoxdur. Haqqını müdafiə edə bilmir. Qardaş həm adam övladıdır və ələl-xüsus əqidə qardaşındır, müsəlmandır, mömindir. Onu neynirsən? Demək, iki dənəsi məlum olub da, ölən ki, burada deyil. Burada olmayanın haqqında danışırsan ki, müdafiə edə bilmir özünü. İkinci, adam övladıdır, insandır bu da, əqidə qardaşındır. Bu iki, üçüncüsü deyir, ətini yemək. Bir şeyin ətini yeyəndə onu viddən, fasondan, filandan salırsan. Yəni, onun haqqında görürsən, yaxşı danışsam olar, olar. Pis danışmağın olmaz. Çünki ətini yeyirsən. Bir şey ətini tükəndə qiymətdən də düşür, izzətdən də, bəli. İnsanların o zehniyyətində, fikrində, təhdəl şuurunda bir adamı tanımadığım adamdır. O qədər sən onun haqqında biri danışır. Sonra heç sən tanımırsan onu. Sonra onu görəndə istərsəməz o adamdan bir eymənirsən ki, elə bir ictimai nüfuzunun qatili olursan da, o cürünü öldürdün, o bir hörməti ki var idi cəmiyyədə, onu qətl elədin.